Tətil başlasa da bir çox tələbə kirayə qaldığı mənzili boşaltmır. Əvvəlki illərdə tələbələr dərslər bitdikdən sonra mənzili təhvil verərək yaşadıkları bölgələrə qaydırdılar. İndi isə vəziyyət dəyişib. Əsas səbəb sentyabr ayında münasib qiymətə və universitetlərə yaxın ərazilərdə mənzil tapmağın çətinləşməsidir. Burada birinci amil həmin mənzillərin universitetlərə yaxın ərazidə olmasıdır. Yəni piyada vaxta qənaət etmək şərti. İkinci, bildiyimiz kimi 1, 2, 3 mərtəbəli binaların sökülüb yerində gələcəkdə hündür mərtəbəli binaların tikilməsi əlaqədar olaraq mənzillər get-gedə defisitləşir və gələcəkdə həmin yeni tikililərdə də qiymətlər daha yüksək olur. Ona görə də qaldıqları əvvəlki qiymətlər qane eləyir tələbələri. Əmlak məsələləri üzrə ekspert Nofər Quliyev deyir ki, hər il yeni mövsümdə kirayə mənzillərinin qiymətində müəyyən artım müşahidə olunur. Buna görə də tələbələr mövcud müqaviləni qorumağa çalışırlar. Hətta bəziləri, xüsusən də oğlan tələbələr, mövsümi iş tapıb işləyirlər ki, kirayə haqqını rahat ödəsinlər. Tələbələrin əsas qaldıqları, icarə götürdükləri mənzillər 1 mərtəbə, 2, 3 mərtəbəli binalarda olur əsasən. Burada da qiymətlər bildiyimiz kimi daha ucuz qiymətə təklif olunur. Yəni 400, 500, bəzən 500, 600 manata qədər əsasən və tələbələr də 2 nəfər, 3 nəfər birləşərək belə mənzilləri də yaşadıqda onlara bir kirayə haqqı demək olar ki 200 manata düşür. 150-200 manat. Bu da olduqca sərfələdir. Bəzi tələbələr yay aylarında Bakıda müəyyən işlə məşğul olduqlarına görə, rayonlardan gələnlər rayona getmədiklərinə görə yenə də həmin mənzildə qalmağa üstünlük verirlər. Ekspertlər hesab edir ki, bu xüsusən də köhnə binalarda kirayə bazarında mənzil qıtlığını yaratmaqla yanaşı, qiymətlərə də ciddi təsir edir. Hazırki vəziyyətdə köhnə binalarda 1-2 otaqlı evlər universitetlərə yaxın ərazidə 350-600 manat civarında, yeni binalarda isə 800-1200 manata təklif edilir. Ramal Abdullayev, Fidan Əsədli, Namiq Hüseyev, Xəzər xəbər.